Salam, hər vaxtınız xeyir olsun. Biz növbəti evimizə dəvət olmuşuq. Kombinin bal esenjoru tutulubdur. Evimizə isti su gəlmir. Bax, görürsünüz zərfini. İçərisi çox, belə desək, bərbad halda tutulubdur. İndi isə biz onu dərman vasitəsilə təmizləyəcəyik və genişlənmə çənində havasını nizamlayacaq. Kombimiz Nobello kombisidir, İtalyanski kombidir. Videonu axıra qədər izləyin ki, görə biləsiniz ki, necə olur, nətər olur. Esenjoru heç vaxt belə vəziyyətdə yumaq olmaz. Bunu nə etməlisən? Qutunun birini kəsməlisən. Bu vəziyyətdə kəsirsən. Kəsin. Sonra bu vəziyyətdə qutun içinə qoyuruq esenjorumuzu, sonra dərmanımızı açıb tökürük. İndi isə bunun qaynamağına baxarsınız. Görürsünüz necə? Görə bilirsən. Bu esenjorun 100% bunda təmizlənir. Aparatla esenjoru təmizləmək heç vaxt təmizlənə bilməz. 100% belə təmizlənir. Dərmanın rəngini gördünüz. Videonu axıra qədər izləyin. Görün indi dərmanın rəngi nə günə düşəcəkdir. Çox pis rəngə alır da. Qapqara olacaq indi. Gözləyin axıra qədər qaynasın, ondan sonra buradan yuxarıdan çək elə. Bax, gör necə qaynayır. Elə bilirsən ki, Kəlbəcərin isti suyundasan. Görürsünüz, esenjor bu cür tərtəmiz bu cür olur. Yoxsa qabın içində qoyurlar ağız aşağı dərman tökürlər. O elə heç vaxt düzgün təmizlənmir. Bunun ən qəşəng, yaxşı variantı budur. Bunu da mən özüm kəşf eləmişəm, çox adam bilmirdim. Ona baxıb yenə hamı beləsinə təmizləyən də var, təmizləməyən də var. Hərə bir cürə bilir də, belə desək. Ərpinə var, qaynadıb, nəyi var, çıxardır. Tam təmizlənmək üçün qaynayıb, tam axırda bu pop qultu dayanandan sonra onda bilinəcək ki, esenjor təmizlənir. Yoxsa qaynaya bunu götürmək olmaz. Qaynaya bunu götürdümsə, onun içərisində o pərdələrdə aralarda ət qalır. O da ki, düzgün deyil. Tam dayanmalıdır pop qultu, ondan sonra götürməlisən. Görürsünüz necə qaynayır. Qaynasın, qutarsın, ondan sonra o balon havasında yoxlayayım. Mən stolu bir dənə verərsən. Orada qaynasın. Görsən necə qaynayır. Əməlli başda. Hələ o qaynayacaq, hələ o devam edəcək. Havanı bəyək vurmuşam, prosto indi yoxlayaq. Nasosla vuranla bilmək olmur. Gərək mütləq taçiklə yoxlayasın. Dur, bax. Bir yarım da olmaz, birə yendirməliyik. Belə yendirək. Bax, görünür. Bax, burada düşdü. 0. Bax, 1. Balonumuzun havası yerindən.
kombiyə vaxtında baxış keçirilməlidir, təmir olunmalıdır. Vaxtından keçəndə vurur, başqa yerlərində xarab edir. Vaxtında gərək hər şeyi vaxtında üstə düşəsən ki, düşəndən sonra qarşısını ala bilirsən. Məsələn, bu esenjoru 4 ildə işlənir belə götürəndə. Bu təmizliyinə qədər 3 dəfə nazından təmizlənməlidir. İndi baxır, ərazinin belə deyək də, suyun ərtliyinə baxır, çoxluğuna baxır. Elə yeri var ki, ildə bir dəfə, elə yeri var ki, 7 ayda, 8 ayda bir dəfə. Görürsən necə qaynayına bax. Bu cür 100% belə təmizlənir bu. Dərmanın rəngini görərsiniz, dərmanın rəngi qapqara olacaq. Yəni içərisində esenjor görsənmir. Bax uzunda görsən bax ağa. Hamısı ərkli bax, qaynayıb içərisindən çıxardır. Çox belə desək bərbad valla tutulur. Su lap zəif gəlirdi. Tam bu təmizlənəndən sonra inşallah onu da çəkilişini edəcəm, görərsiniz. Təmiz baba pokkultu dayanır. Dayanandan sonra bil ki, təmizlənibdir. Ən axırda buna baxacağım inşallah. Baxandan sonra görünəcək ki, tam təmizlənibdir. Orada elə kommentariyada yazılar, elə ustalar var deyir, belə yürük təmizlənmir, o boş şeydir. Prosto dərmanın keyfiyyətli olmalıdır və təmizləməklə bu cür təmizləməlisən. Yox, əgər dərman keyfiyyətsiz olsun, kanallar heç vaxt yaxşı təmizlənməyəcək. Kanallarda qalır ərp, ondan sonra da istilik işləndikcə 1 il çəkmir də, ondan tez müddətdə tutulur. Videonu izləyin əzizləyicilər, indi görərsiniz, axıra qədər videonu izləyin, görərsiniz. Əzizləyicilər, esenjorumuz təmizləndi, qurtardı. Bu nə dərəcədə tutulmuşdursa, düz 3 saata bu esenjorumuz zorla ərp bunu təmizlədi. Esenjor 2 saatdan artıq dərmanda qalmır, təmizlənir. Amma bu 3 saatdır qalıbdır, qoymuşuq. Rəngini görürsünüz, dərman nə günə düşür, buna baxın. Yeni çıxartma. Görürsünüz, bax. Dərmanı gör necə tökmüşsün. Dərman izi bax, buradaydı, bax, düz buradaydı. Gör indi dərman hara çökübdür. Təmizləndi, çünki 100% bunlar təmizlənmə deyilir. Bu aparatla heça bax, bu qədər qalanda bu təmizlənmir. İndi isə tərtəmiz oldu. Bunun problem yoxdur. Burada zbor suya salmıram ki, içərisinə su getməsin, sistemə suyu vuranda o liniyadakı ərpi də aparsın, krantın ağzında zad dolur, bax onu da çıxarsın. Ona yanımda şeyləndirəm. Keçən səfər müştərim var, çağırıb o garanti yazan, bu da elə bilir ki, garanti də bunun içindədir də, təmizlənməyə gəlib. Çöldə vanlanın içində 15-20 dəqiqə təmizləyib, deyib təmizlədib, çıxdı, getdi. Sonra Zəhburkin ayazda belə servizdən çağırdım, gəldilər. Dedim, onlar da birincisi garantinin ona adiyyəti yoxdur, ikincisi də ki, elə təmizlənmir. Gəldim, söktüm, saat yarım qaldı, hələ yenə də şeydirdi, onda işi var idi, gedirdi, dedi, ev yox, sonra gələn səfər tam təmizləyərik. Bax, elənçinə heç nə, elə şey təmizlənmir. Sonra boltun içinə yağ vururam ki, sabahsı günü açanda problem olmasın. Bura salnik oturan yerdir, burada yağ vurmalısan ki.
ise aslında da şunu raf harflarını şunu da diyeyim, ne koyuyorum size saniye. Yerim rahat yerde değil. Ona göre biraz eziyet verir. Mətbəxdən isti suyun krantını açıq qoyarsınız. Açıq qoy açıq vəziyyətdə qalsın. Mən buradan açanda o içinin təmizləsin, esenjordan da gedəcək, dərmanı var. Silim açıqdır indi. Sağ ol. İndi isə biz isti suyumuzu açaq ki güclü gəlir mi? Herhalde bu tarafta biraz tercihli sıkır. Burası mı diyecek? Alayım. Radyatora da tercihli bırak. Bir tercih bırak orada göster aşağıdan tut. İndi o ikiye qoyuram ki sonra havasını özü işləyəndə çıxardacaqdır. Aha. Bu da belə. Damızı da bırakan yer yoxdur. Sağlamçılıqdır. Bizim
Stolu mənə Əziz izləyicilər, biz işimizi qurtardıq və kombimizi taxıb, işə salırıq. Senjorumuzu təmizlədik, genişlənmə çəninə havanı vurduq və kombimiz hazırdır. İndi isə kombimizi işə salırıq, işlədib müştəriyə təhvil veririk. YouTube kanalında da videolarımız var, əlaqə nömrələrimiz var, bütün saytlarda var. Kimə lazım olsa əlaqə saxlasın, kanalımıza abunə olsun ki, like versin, komentaryalarda da gözləyirəm rəyləri. Sağ olun əziz izləyicilər, hələlik bu qədər. Gələn videolarda paylaşana qədər. Budur, kombimizdə işə salındı, hazırdır.